Hər kəsə salam. 2025-i xilas edirəm gün 13-ə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün hər şey duşundan danışırıq. Bəs nədir bu hər şey duşu? Ən azından həftədə bir dəfə etdiyimiz, amma hər şey etdiyimiz bir duş rutinidir. Deməli, məsələn, başlayırıq birinci quru fırçalamadan. Quru fırçalama nədir? Burada diqqət eləməliyik ki, həqiqətən də fırçanın tükləri yaxşı, keyfiyyətli olsun ki, uzun illər bizi idarə edə bilsin. Məsələn, mən kültür köləsi olduğum üçün almışam, amma necə istifadə edildiyimi bilmirdim. Milyon dənə video izləyəndən sonra fərqinə varmışam ki, bu fırça necə düzgün istifadə olunur. Deməli, elə eləmək lazımdır ki, bədən hansı hissəsini eləməkdən asılı olaraq ürəyə doğru olsun. Sadəcə qarın hissəsində saat əqrəbin istiqamətində eləmək lazımdır ki, həzmi gücləndirsin. Deməli, bu fırça həm batıqları aradan qaldırır, həm ölü dərini götürür, həm qan dövranı yaxşılaşdırır, həm də həzm sisteminə kömək edir. Amma bədən quru ikən duşdan öncə etmək lazımdır. Deməli, duşda saçlarımızı təmizləyəndən sonrakı ilk addımımız sabun olmalıymış. Niyə duş geli yox sabun? Çünki sabun daha qatıdır. O bədəni təmizləməyə daha yaxşı kömək eləyir, nəinki duş geli. Hər nə qədər mən duş gelini sevsəm də, bu məlumatı öyrənəndən sonra bir neçə videoya baxdım, hamı eyni sözü dediyi üçün ya hamını eyni anda aldadıblar, ya da ki, həqiqətən də sabun daha yaxşıdır bədəni təmizləmək üçün. Ona görə ikinci addımımız olur, düzgün sabundan istifadə eləmək. Daha sonra sabunun ardından gəlir kisə mərhələsi. Deməli, kisəni necə istifadə eləməliymiş? Kisəni yaş eləmək olmaz. Bədəndəki nəmlik, yəni kisəni o nəmliyə toxunduranda kisə bir qədər nəmlənir. Həmin nəmlə və bir neçə dəfə eyni yerin üstündən də keçmək olmaz. Mütləq şəkildə biraz bastıraraq, təbii ki, dərini incitmədən bastıraraq, üzü yuxarı sürtmək yenə ürəyə doğru və bununla da kisə işi də qurtarır. Sonra gəlirik duş yerinə ki, dəri yumşalsın, daha yaxşı hiss etsin və bu laparetdandır. Reklam deyil, öz pulumdan almışam, amma o qədər qəşəng qoxusu var ki və bədəndə də qoxusu uzun müddət qalır. Və deyim ki, o liflər yerinə ən yaxşısı budur. Çünki bu mikrob saxlamır. O liflər nəm olduqca mikrob saxlayır, amma o fırçada elə bir şey yoxdur. Və duşdan sonra da bədən nəmləndirməliyik. Yağ da istifadə eləyin deyirlər, amma məsələn yağ mənim dərim sevmir. Ona görə mən sadəcə nəmləndirici istifadə edirəm. Bu nəmləndiricinin də qoxusu çox qəşəngdir. Çox bədəndə yaxşı hiss elətdirir və həqiqətən də nəmləndirir. Və bu arada bütün sabunun da, duş gelinin də və nəmləndiricinin də qoxusu eyni olduğu üçün qoxusu uzun bir müddət, yəni növbəti duşa kimi hətta qalır. Və nəmləndiricidən də sonra bədən tam rahatlayır. Gəlirik rolona. Mütləq elə bir məhsul istifadə edin ki, onun tərkibindəki maddələr sinə xərçənginə gətirib çıxartmasın. Ona görə ən yaxşısı da 24 saat üstündə yazanlardır. Çünki 48 saat yazanların tərkibində xüsusi bir maddə var ki, o xərçəngi gətirib çıxara bilirmiş. Son olaraq bu qədər addımı bir də ətirlə dəstəkləyəndə həmin qoxu daimi qalıcı olur və növbəti duşa kimi bədəninizdən həmin qoxu keçmir və çox qəşəng də hiss elətdirir. Məqsədim hər şey duş ilə bağlı öyrəndiklərimi sizlə də bölüşmək idi. Sağ olun.